İslamda məcburiyyət yoxdursa, bəs niyə müsəlmanlar torpaqları fəth edib İslam dinini yayıblar? Elhamdülillah. Birincisi, düzgün ibara istifadə elədiniz ki, fəth ediblər. Görürsünüz, hətta müsəlmanların deməli torpaqları almağı işğal demirlər. Fəth adlandırır. Allah Subhanahu taala onu Quranda fəth adlandırır. Fəth də nədir? Fəth ərəb dilində, yəni açmaq deməkdir. Açmaq. Nəyə görə açmaq adlandırıb? Məsələn, Allah Subhanahu taala deyir ki, "İnnə fətəhnə ləkə fəthan mubinə." Sənə böyük bir fəth verdi. O fəth Hudeybiyyə sülhü idi. Hansı ki, ondan sonra Allah Subhanahu taala imkan verdi Peyğəmbər sallallahu əleyhi və səlləm və müsəlmanlara Məkkəni azad eləmək. Fəth yəni azad edirsən. Açırsan. Açırsan yəni nə? İslamı açırsan ki, İslam daxil olsun ora. Və lakin məcbur eləmirsən cəmaatı İslama gəlsinlər. Bu fərq bundadır. Ona görə keçən dəfə də bu məsələyə toxunduq, tarixi də yada saldıq. Müsəlman ölkəsi, birinci ölkəsi Peyğəmbər sallallahu əleyhi və səlləmin xilafəti, ondan sonra sahabelərin xilafəti biz baxsaq böyük bir dövlət idi. Demək olar ki, İspaniyadan Çinə qədər böyük bir imperiya idi. Lakin orada yaşayan insanları dinə məcbur salmırdılar. Heç kimi salmırdılar məcbur. Sadəcə fəth də ona görə adlandırıb ki, yəni açın bu ölkələri ki, biz İslamı görsədək cəmaata. Kim istəyər qəbul eləyər, kim istəyəməz qəbul eləməz. O fəthin mənası odur. Onda ki, Peyğəmbər sallallahu əleyhi və səlləm qoşun göndərdi, həmişə nəinki məcbur dinə salmağa qoymazdı. Hətta deyərdi ki, onların o deməli din xadimlərini öldürmək olmaz. Bəli, qadın indi öz yerində, uşaq onları öldürmək olmaz, öz yerində. Hətta deyərdi ki, onların din xadimlərini öldürməyin. Baxın, baxmayın kişi ola bilər. Lakin nəyə görə belə eləsəniz, onlar yəni İslamı pis baxacaqlar. Ona görə də məqsəd fəthdə o edir ki, insanlar tanış olsunlar. Çünki o qoymurdular, xüsusən o vaxt İslamı qoymurdular. Yəni sən gəlsəydin, tutaq ki, Bizans imperiyası ya da Fars imperiyası gəlsəydin, İslamı dəvət edirsən, öldürərdilər orada. Qoymazlar heç vaxt. Ona görə fəthin məqsədi də o edir ki, biz açırıq bu torpaqları İslam üçün, fəth edirik. Siz istəyirsiniz xristianlıqda qalmaq, ya öz dininizdə qalmaq, qalın. Biz sizə məcbur eləmirik İslama gəlmək. Lakin qoyun insanlar da İslamla tanış olsunlar. Kim istəyər İslamı qəbul eləyər, kim istəməz qəbul eləməz, özü bilər. Məqsəd də bu idi. Ona görə biz necə qeyd elədik, qədimi xristianlar var indiyəcən. Suriya torpağında, Misir torpağında. Onlar o vaxtdan xristian idi, indiyəcən xristianlıqda qalıblar. Yəni, məcburiyyət olsaydı, necə xristianlar onu Amerikada edilər, istər şimali, istər cənubi, ya da İspaniyada edilər. Görün, orada Kardov xilafəti idi. 7 əsr orada müsəlmanlar olub. O vaxt müsəlmanlar İspaniyada olanda, orada həm xristianlar da yaşayırdı, yahudilər də yaşayırdı. Lakin xristianlar gələndən sonra nə edilər? Müsəlmanlara və yahudilər dedilər ki, ya sizi öldürəcək, ya buradan çıxın gedin. Çoxsu da öldürdülər. Ya da xristianlar məcbur edilər, xristianlığı qəbul etsinlər. Və bu tarixi haqdır, həqiqətdir. Hətta biz indi də baxırıq, dünyada belədir. Sənin gücün olmasa, düşmən gəlib sən alacaq. Ona görə də xüsusən o vaxt nə indi beynəlxalq təşkilatlar var idi və s. Sən əgər qabağa getməsən, düşmən gələcək sənin üstünə. Həmişə belə olub, xüsusən o vaxt. O vaxt dediyimiz kimi heç bir təşkilat falan yox idi. Ona görə müsəlmanlar məcbur idi, getsinlər qabağı, qoymansa düşmənlər hücum eləsinlər. Lakin, baxın, müsəlmanlarla qeyri-müsəlmanın fərqi odur ki, onlar hətta müharibə zamanı böyük bir axlaq göstərirdilər. Yəni, hətta düşmənə qarşı. Uşaq öldürmək olmaz, qadın öldürmək olmaz, mən də başqa şeylərdən danışmaq, zorlamaq və s. Hansı ki, baxmayın, indi 21-ci əsrdə belə şeylər yenə də var. Ona görə səbəblərdən biridir ki, bu xalqlar çoxsu İslam'a daxil oldular. Çünki onlar bundan qabaq yaşayırdılar xristian ölkələrində, otpərəst ölkəsində yaşayırdılar, gördülər fərqi. Necə müsəlmanlar onlarla rəftar edirlər, necə onlar rəhimlidirlər və necə gözəl dindir bu. Ona görə dinləri dəyişdirdilər. Lakin məcburiyyət heç vaxt yox idi.